Salamlar. Bugün sizlərlə birlikdə Brawl Stars'da Brawl Pass'da gördüyünüz kimi heç bir qutunu açmamışam və sonda da burada da 8 dənə var. Sonra gəldik. Gördüyünüz kimi kupa yolunda da 2 dənə efsanəvim var. 2 dənə efsanəvim var. Yəni bugün bunları açacağıq. Başlayaq Brawl Pass'dən. İşte birinci mega kutu. Açdım. 9 yazdı. Kredi. Mən bunu Damon, yəni gəlməsini gözləyirdim, kutulardan çıxara bilmədim. 2 dənə də kutu açsaydım, 3 dənə Damon özü verəcəkdi. Amma aça bilmədiyim üçün gözləyirdim Damon gəlsin, bunları açım, içindən kredi çıxsa Damon'a getsin. Şöhrətə getməsin. Destansı, gizəmli. Hadi efsanəvi olarsan, yox. Açıram, inşallah kredi çıxar. 1000 ya da 500 kredi çıxsa yaxşı olar. 500 kredi, qəşəng. Demək olar Damon yarısına gəldik. Hələ efsanəvilərimiz var 3 dənə. Star hədiyyəsindən çox umutlu deyiləm, belə düşür demiş. Star hədiyyəsi məncə o qədər də çox vermir. Aha. 15'ə gəldik. Destansı 19'da açaq. Aha. Burada indi kaos hədiyyəsi var, amma kaos hədiyyəsini açmayacağım. Buradan açmağa başlayıram, bunu qutarsın. Buradakı kaos hədiyyəsi. Süper Ender. Süper Ender də qaldı. Görək nə çıxır. Qızıl savaşçı 100 puanı falan çıxacaq məncə. Qazansın. 1200. Aha, efsanəvi. Bunu buradan bərabər açacağım. Buradakı 50-ci qədəmədə efsanəvi ilə bərabər açacağım. Ona görə hələ ki bunlar 2-yə bölündü. Destansı. Hadi bir dəfə gizəmli oldan olur. Ayda destansı da qaldı. 150 kredi çıxsın olsa. Destansı da 150 kredi çıxır. Çıxmadı. Neyse, bunu ataq. Heç nə çıxmadı. Sonra bunu yenə heç nə çıxmadı. Kaos. Yenə kaos gəldi. 1, 2. Hadi. Süper Ender. Destans olsun. Destans ol. 2'ye bölündü. Destans ol. Haydi qaldı 2 də Süper Ender. Neyse. Neyse, məndə kaos ediləri çox gec açıldı. Prestijlərdə həmçinin. Yəni, videoya bəyənib kanala abunə olursanız çox sevinərəm. Bu videoya 5 like. Çox abunəm olmadığı üçün çox like istəyirəm. 5 like. Destansı, gizəmli, efsanəvi, ultra ətirlər. Yox, efsanəvidə qaldı. Bax görək. İnşallah 1000 kredi çıxar. 1000 kredi. Hadi. 1000 kredi. Oh, 1000 kredi. Demon işi gəlir. Açdım destansı. Buradan. Nə yaxşı ki bunları açmamışam. Krediləri aldım, bunları açmadım. Demonun bir xeyli ücü tamamladıq. 1500 elə çıxıb. Yəqin 1500-dən çox çıxıb. Yəqin də məncə. Amma 1500 rahat çıxıb. 400 falan qalıb. Bir dəfə də 500 çıxsa vəsə Demon gəlir. Efsanəvi. Aha, tez bastım, görmədim. Efsanə açdım. Kredi yıldız yüzə çıxdı. Koletin. Elə koleti 1000 kupaya kasırdım. Aha. Buradan da gələm tez bir dənə efsanəvi açıram. Yeni dünya, haydi. Efsanəvi açdım. Buradan da yıldız yüzə çıxdı. Neyse, burada kredi var. Hə, var, kredi var burada. Bunları tez alım. 100 də buradan gəldi. 100 də qabaqdan gələcək.
100 də buradan gəldi. Demon bir xeyli gedib. Asla buna at. Heç nə çıxmıyor dostlar. Ha, bir də əfsanə burada. Və qabaqda da 100 kredi var. Neçə kredi eləyir? 830 eləyir. Təxminən bizə 70 kredi də lazımdır ki, Demon gəlsin. Hadi. 70 kredi. 70 kredi ilə Demon gəlir. Aha, mega kutu. Mega kutunun sonunda kredilər çıxır. 9 yazdı. Mega kutudan çox ümidli deyiləm. 10 kredi gəldi. 70 idi, oldu 60. 60 lazımdır. Bunu açdıq. Aha. Hadi bir də efsanəvi yenə görə bilərik. Hadi. 2-yə bölündüsə çətin görərik. 2 süperlər. Görək nə çıxacaq. Yəni, indi baxın. 70 kredi. Aha, 30 buradan aldıq. Bu arada elmasım olmadığı üçün ücretsizlər götürəcəm. Ya, da ücretsiz götürəcəm deyə 100 müzəffər vermədilər. Nə savaşdı biz falan. Nədir o? Niyə ancaq belə şeylər verir? 3 dənəsi qalıb. Sushi. Açıq görək. Bir də açıq. Kredi versəydi 30 kredi. Laf yaxşı olardı. Mələşə gəz. Heç nə çıxmadı. Kredi istəyirəm. Bir də mələşə gəz. Kredi vermədi. Haydi inşallah Demon'u ala bilərik. Açın. Buradan düşür getdik. Efsanəvi açdım. Neyle açacağım? Serios. Aha, 100 də buradan gəldi. Hayır, Demon gəlmir. Demon'a nə qədər qalıb? 30 kredi qalıb. 6 elması eləyə bilərəm. Amma eləməyəcəm. Niyə? Niyə? Çünki kupa kasacağam. Neçə kupa lazımdır? 800 olmaq üçün. 300 deyək də yaxşı. 255 lazımdır. 255. Kasıram onu. Kasacağım və alacağım Demon'u kredi ilə. Bir dəqiqə. Buna qaracaqdım. Aha. Hansılarına çıxdı ona? Kollekt eləyim necə kasıram 1000 kupaya. Kollektdən kasıram. Aha, Sirius'a çıxmışdı. Səhv eləmirəmsə. Sirius'un yıldız yüzü yox imiş, nə yaxşı ki çıxıb. Başqa birinə də çıxmışdı. Hansına çıxmışdı? Yadımda deyil. Bir-birində belə baxacağım mən. Sizə də karakterlərin kupasını görmüş olarsınız. Aha, hələ ki heç nə qabağıma çıxmayıb. Aha, Rafsa çıxıb. Gördüyünüz kimi. Aha. Colettanı mən indi kasacağam. Və yaxud digər karakterlərdən. Bura gələcəyəm. Və buradan Demon'u açacağam. Hadi. Yapa bilirim. Buradan səviyyəyə gətireyim bir dəqiqə. Emzi artırım. Son bir savaşçı şey lazımdır da. Güc puanı. Məndə savaşçı güc puanı azdır. Emzi 11 olacaq. Sonra bu qədər karakterlərimin bunlar sevimlilərə atmamın səbəbi bunların hiperi var. Amma birinci səviyyədə, səviyyəsi azdır. Bunları artırıram gördüyünüz kimi. Emizin hiperi var, Zinin hiperi var, Max'in hiperi var. Amma 11 səviyyə deyil. Yəni 11 səviyyə karakterlərim bunlardır hiperi olan. Gördüyünüz kimi. Bunlarda 11'də hiperi yoxdur. Aha, mən nəyi kasırdım? 11 səviyyələri kaçmağı düşünürəm. Məsələn, Sirius'u kasa bilərəm. Sonra Moe, Clancy, Otis'i kasa bilərəm, Otis'i. Sonra Loon'u kasacağım.
Taran kasa bilərəm. Geyli, Qriffi, Bini, Pəmi. Sonra Barlində kasaram. 500 eləyə bilərəm uzaqbaş. Barlini 500 eləyəcəm. Amma yox Colettan kasıram. Coletta'dan desenlər. Deyəsən ta səndə olan desenləri göstərir. Bir də saf gümüş safal. Nəysə, mən başlayım. Yığım. Birazdan gəlim yəni. Videonun sonra qoşaram. Bəzi səbəblərə görə qazanmadım. Videomu bağlamaq istəyirəm. Son olaraq bunu açıb videomu bağlayıram. 2 də Super Ender. Tez atıram bəzi səbəblərə görə. Sağ olun. Sağ olun.